Görmüşəm neçələri. Yani siz adınızı danışdığınız Muazir. deyəcəm. Onda da döşündəydi, döşündən keçdi, metastaz vermişdi mədəsinə. Mədəsində 9 milli qalınlıq yaranmışdı, şiş yaranmışdı. Nə yiyilsə geri qaytarırdı. Apardım, burada 3 yerdən analiz verdim. Biri deyildi, heç nə yoxdur, ikisi deyildi ki, 100% bəd xassəli şişdir. Apardım Türkiyə, Türkiyədə də 100% 10 gün qaldı orada, biopsiya elədilər, götürdülər, analizlər götürdülər, 100% şiş çıxdı. Dedilər ki, biz buna bıçaq vuranmarıq, artıq bu sümüyə yayılıqdır. Bədəninin bütün sümüklərində ocaq salmışdı. Gəldim Azərbaycana noyabr ayının 30'unda gəldim, dekabrda toy elədik 10 gün ərzində. Həkimlər də dedi ki, tez elə toy qabağa sal, bunun 5-6 ay ömrü qalır. Gəldim bura Bakıya, bir onkoloq və bir cərrah vardı. Onlar da dedi ki, xeylə pulun gedəcək, bir 50-60 min gedəcək, amma 1 il yaşadaraq söz verir. Gördülər, çox əsirəm onun üstündə mən. Sonra düz 1 il yarımdır mən ximiya qutardı, dedilər daha keçmiş olsun, bundan önce biz heç nə eləyənmirik. Bunların dediyi ilə mənim yoldaşım 2018'in fevral ayında bu adam dünyadan keçməliydi. Fevral ayından, 2018'in fevral ayından bizim ximiyanı, bütün müayinələr, hamısı dedilər daha biz bundan artıq heç nə bacarmırıq. İndi bundan sonra biz ancaq buna ağrı kəsici morfilər vuracaq. Morfinlə də 1 ay 20 gündə yaşayar. Sonra gəldik, elə oldu ki, Allah qapı açdı, bir nəfər mənə dedi ki, dedim, bəs gördü qanım qaradı, dil kuram, dedi, belə. Götür tez bu dərmanı verginə. Bu dərmanı götürdüm, bu dərmanı da ona bir yevrə vermişdim. Mən də zəng gəldim, yevrədən də soruşdum, özüm danışdım. Dedi, bunları elləginə 2 aydan sonra, 2 kursun sonra analiz ver. Aparatdan müayinədən keçir. Götürdüm, elədim, biz də 2 kurs eləmədik, 3 kurs elədik. Bir kurs çəkir 20 gün. 15 gün fasilədir, 20 gün müalicədir. 15 gün fasilə, 20 gün müalicə. Biz 3 kurs elədik, sonra apardım may ayının 25'ində, bax bu il may ayının 25'ində. Mərkəzi klinikada bir də bu Banadiyel deyilən yer var. Banadiyel'də. Orada da 2 yerdə analiz verdim, diskə də çəkdirmişəm hamısını. Bir də MRT, KT onlardan keçirmişəm. Həkimlər bu vaxtı şoka düşdü ki, burada ola bilməz. Yəni, durdular, məni təbrik edədilər. Amma bundan qabaq əlimi sıxıb mənə deyən, keçmiş olsun deyən həkimlər, gün durdular, əlimi sıxdılar ki, təbrik edirəm. Yəni, tamam təmiz çıxıb heç nə yoxdur. Nə sümüyündə, nə mədəsində. Mədəsində 1 qram nə şiş yoxdur, döşündə heç nə yoxdur. Sümüyündə də onun kimi tərtəmiz çıxmışdı. Şəkillər də var, məndə. Diski də məndə durur evdə. Əvvəlki diskləri də var, köhnə. Hamısına Türkiyədən zadlar gəlmişdi, uzmanlar. Onlar da qoydular, baxdılar. Əvvəlki durumuna baxdılar, bugünkü durumuna baxdılar. Tamam təmiz, heç bir şey yox, tərtəmiz. İndi də may ayının 25'ini eləmişdim, dedilər ki, may deməli, iyun, iyul, avqust. Dedilər, avqustda 3 aydan bir gəl bir dənə müayinə eləyək. Avqust ayında yenə apardım, müayinədən keçirdim, yenə də təmiz çıxdı. İndi dedilər, noyabr ayında gətirib bir dənə də yoxlar, dedim baş üstə. Bu arada 4-cü səfər yenə də özü boş durmadı, bir dənə də kurs elədi. İndi bir də noyabrda farkı olacaq, amma bugünkü durumu özü yeməyi, yatmağı 48 kilo olmuşdu, indi olub 75 kilo, 78 kiloydu, xatırım biraz. İndi 75 kilo saxlamışıq. Yeməyi, içməyi normaldır, yatmağı normaldır, ağrıları yoxdur. Hələ ki, müalicə davam edir. Müalicə deyəndə ki, doktorlar dedi ki, buna heç bir dərman vermədi, axtardı. Hə, aydın, yəni o Türkiyə çarəyə, Cuhudun dediyi müalicə davam edir. Cuhudun dediyini elədim mən. İndi yenə eləyirsiniz arada Cuhudun dediyi. Demirəm, bu may ayının 25'dən aparatlardan keçdik, tərtəmiz çıxdı. Özü bir kurs deyil. Öz için boşam, bu adamı öldürmür, zəhərləmir. Dedi bir kurs deyilirəm. Pahalı bir şey de öyle. Yox, pahalı bir şey deyil, orada yazmışam, hamısını danışmışam. Allah kimi oxusanız görüyorsunuz, heç bir şey yox. Allah sizdən razı olsun. Sabir, deməli, başlayırıq belə. Deməli, alınmalı nədir? Aptekdən alsın nə? Baytar aptekində satılır 250 qram qriyalin alsın, qriyalin. Rusiyanın ya da Ukraynanın olsun. Bu qriyalin qoyun adı yadıva gələr, qoyun adı simizdirirlər, gənələri, bitbirəni qırmaq üçün. Çox pis iyi var. Çoğun iyinə ilan da yaxın gələnmir. 250 qram qriyalin alırsan, bir dənə pepelk alırsan. Aptekdə satılır orada, gözə də damızı tökmək üçün. Bir də 1-2 kilo iri yeşələrindən markov, kök. Bir də turş alma, göy alma, şirin alma olmaz. Bunları alırsan hərəsindən 2 kilo. Bir də bu mağazində də satılır 1.5%. Aşağı yağlı az olsun da, yağlı süd olmasın, süd. Yağlı aşağı olan. Süd alırsan, la belə sivercinə süd də olar, fərqi yoxdur. Başlayırsan birinci günü bir xörək qaşığına bir damcı
qriyalin zad edirsən, qatırsan südə. Səhər saat 6-da verirsən onu ac qarnına. Saat 7-də kim yatır? 7-də bir dənə kök, bir dənə almanı sokalıcı makadan keçsin, bir stəkan çıxır. Üzünün köpüyünü götürsün, sokun içsin. 7-də yenə yatsın, saat 8-də kimi işlə yeməsin. 8-də başlasın zavtraq yeməyinə. Yeməkdə ki, ürəyinə istəyirsin, amma bir dənə qatıq olmaz, greypfrut olmaz, nar olmaz, bir də biraz yağlı yeməklərdən az atsın. Yəni qızartma yağlı yeməklər az eləsin. Və salam. Bu birinci günüdür. İkinci günü 2 qaşıq südə 2 damcı, üçüncü gün 3 qaşıq südə 3 damcı. Dördüncü gün satanda araq stəkanının yarısından südü araq stəkanının yarısı qədər eləyirsən. 4 damcı. 5-ci günü yenə də süd yerində qaldı. 6-cı günü yenə süd həmən normada qalır. Araq stəkanının yarısından. Hər gün 1 damcı 10 günə qədər artırırsan. 10 gün tamam oldu, təzədən düşürsən 9 damcıya, 8 damcı, 7 damcı, süd dəyişmir ha. Nə də o soklar, yeməklər yenə qrafik dəyişmir. Saat 6-da dərmandır, 7-də sokdur, 8-də yeməkdir. Gəlirsən 4 damcıya çatanda araq stəkanı 4 damcıya vurdun. 3-cü gün keçəndə yenə 3 qaşığa 3 damcı, 2 qaşığa 2 damcı, 1 qaşığa 1 damcı. Bu eləyir 1 kurs. 1 kurs bunu eləyirsən, 15 gün fasilə verirsən. 15 gün fasilədən sonra təzədən bir də təkrar edirsən. 2 kurs eləsin, geçsin aparatdan keçsin. Sırazın nəticəsini görüyorsunuz. Elə lap arxayın elə, əlini rüyanı suya qoy, get çək elə. Mən bu yolla 3 nəfər eləmişəm. Biri Xızıda işləyir, elektrik şəbəkədə. Məlli başı top kimidir. Biri də bu Qudamın, Naxçıvanın Qudamın qohumu vardı. Onu da eləmişik, o da sağalıb top kimidir, heç nə yoxdur. Bir də mənim öz yoldaşım yoxdur. Bir də 3-4 nəfərə də vermişəm. Birinə həkim 3 gün vaxt qoymuşdu. Qaraciyər fəaliyyətini dayandırmışdı. Tamam, böyrəyinə, qaraciyərə metastaz vermiş, yayılmışdı. Dedilər, aparıb 3 gün vaxt qoymuşdu həkim. Gəldilər, çıxdılar mənim yanıma, o dərmanı işte 2 ayda həmin adam yaşayır, yaxşı da yeməyə də başlayıb da. Allahın köməklə xeyir olar. Ziyanı yoxdur, yəni onunla ölmür adam. Başlasın, inşallah xeyir olacaqdır. Allah kömək olsun.